gölü doldururlar, mənim ətimi su basır. Gəlirlər ki, buranı almışıq. Gölü yanında külək oldu. O lük dolur. Həmişə də əziyyətini çəkən mən olmuşum. Buna gəlir quru sular. Hardasa bir 120 alətdir. Gitmiş bu yandan biraz da. Quru sular eser asfaltın suyu güzel yıkılır yer düşür bura. Burada gəliblər. Bir balaca yer sağlam çıxıb buradan heç olmasa süzülüb gelir. İndi də bu qaqaş gətirib tökülüb bura. Qaqaş deyilə bilirlər çünki özündən arqa. Böyle qaqaş o gedib adam qaqaşlıq edir. Deyir mən buradan buraya heç kimdə o yollardan istifadə ilə olan qurun su kəsiləndə həmin o yollar su basır. Kendimizin kanalizasyon sistemi yoktu. Bir harcı bir 200 aile öz vesayetinden kanalizasyon gibi bu göle. Gölümüzü alıp elimizden bizim de zirvalaşıp çekme böyle kanalizasyon çekme buradan bir kilometre almışım. Gölünü harç şahacayı süzgeliyor. Abşeron rayon Məhəmmədli qəsəbəsi ərazisində gördüyünüz bu boş ərazi bir zamanlar quru suların toplandığı bir ərazi olduğu üçün indi yeni bir sahiblenmiş şəxs isə burada torpaqlama işi aparır. Torpaqlama işi sürətlə getdiyi bir ərəfədə ətrafda yaşayan sakinlərin şikayəti bundan ibarətdir ki, qurut suları və kanalizasiya sistemi kənddə olmadığı üçün məhz bu qurut su ərazisinə tökülürdü. Burada torpaqlanma işi getdiyi üçün qurut sulardan və kanalizasiya sulardan bura gəlmədiyi təqdirdə həmən sular isə həyətyanı əraziyə dolmuş olur. Hal-hazırda torpaqlanma işi davam edir və ətrafda isə bu torpaqlanma işini aparan şəxs gözə dəymədiyi üçün qarşı tərəfin fikrini ala bilməmişik.